Deməli millət, bizim proyektimiz hardadır? Daha çok bundan qurtarmaq istəyirəm, keçmək istəyirəm. Siz bunu qurtarsanız təzə proyektə keçmək istəyirəm. Birbaşa olaraq. Bilmirəm ki məndə. Axtarıb tapacağam. İki dənə seçim var. Bir proyekt olaraq Neptun zad var. Onu yaza bilərik. İkinci də hər hansısa bir şey saytı. Film saytı kimi bir şey fikirləşirəm. Hə. Kinoya baxarsan oturub fikirləşirəm. Yazır başı qarşı oturur. Hə. Bəlkə film saytı yazdırdım. Amma film saytı asan bir şey deyil ha, yəni. Nə? Yo, Netflix kimi yox. Sinema saytı kimi bir şeydə başa düşdünüz. Yəni hansı filmlər qalıbdı, hansı filmlər nə vaxt olacaq. Hətta şey seçmək zad belə yaza bilər ya. Yəni stol seçimi zad da, yəni. Hə? Deyirəsən yazırsan. Yəni stol seçim çox da çətin bir şey deyil. Nə deyil? Sənin produkt seçməyinlə stol seçməyin arasında nə fərqi var? Çox məntiqi olaraq qəliz yaxınlaşırsan. Bildin? Hə. Millət, indi bizdə əvvəllər dediyim keçən dərs admin header. Bunlar nədir? Bunları biz yazmışıq. Ay maşallah. Hə, bunu layoutu göstərmək üçün kimi, hə? Bir dənə bunu. Bir dənə mənə əsas datam lazımdır ki, biz datanı hansı URL-dən götürürük? Yox, mən xoşlamıram bunu. Başım bırax. Hə. Nə, səndən deyildim. Hə, cümə gedəcəyik. Əstağfurullah maşallah. Hə. Millət, hər şeyi tamamlamışıq da prinsipi. Axtarışlı zadınız, fokuslu zad yazdınız, user işlətdiniz. Tamam. Ona işlərdən oxşamırsan sən. İşlətdiniz user nəsə yazdınız, fokusda. Filter. Tamam. Başınızı yavaş tərpədirsiniz. İndi millət, bir dənə mən baxım görüm mənim datalarım hardan gəlir, ona görə davam edəcəm. App. Hə, Oxygen Perfect Data. Hə, buradan gəldi. Tamam, burada şey əməliyyatı eləyəm. Buradan başım bırax. Okay, şey işləyir məndə bəs. REST API Zone Trees. Bu işləyir, baxın, zəf işləmir. Hələ də işləmir. Boş ver. Tamam. Qalsın burada. Millət, bizim datamız budur. Lalə bura bax. Bizim datamız budur. Biz sizlə illərdə əziyyət çəkdiyimiz bir şey var. Ki, burada, məsəl üçün biz burada data təyin eləmişik. Tamam. Burada data təyin eləmişik. Bizim proyektimiz hal-hazırda böyük olmasa da orta çaplı bir proyekt gedir, elə deyilmi? Yəni ki, müəyyən bir çapı var da. Müəyyən səhv komponentlərimizə baxanda neçə dənə? 3, 7 dənə komponent buradadır. 5 dənə də səhifəm, 6 dənə də səhifəm buradadır. Tamam? Yəni müəyyən qədər şey var da, oputu var proyektimizin. Və biz proyektimiz, React proyektləri həmişə bu şəkildə davam eləmirlər. Bundan daha böyük versiyalara gedirlər. Siz yəni burada yazmısınız bu qədər şey. Hələ sizə bu müsbətən böyük gələ bilər. Ki, baxın, burada görün nə qədər root var. Bura hələ əlavə olunacaq admindən də 1-2 səhifə əlavə. Bura hələ əlavə olunacaq taki sign up login səhifəsi. Tamam. Onun da bir rootu. Əlavə 2 dənə də məsəl üçün 2-3 dənə də bura root gələsidir. Nə bilim 2-3 dənə də bura. Və bizdə hər belə səhifə gəldikcə, Liboy hansı səhifəmiz olsun, bizə həmin yerdə data lazımdır. Düzdürmü? Görmüsünüz ki, hər hansısa bir yer olsun, data lazım olmasın. Müəyyən qədər lazım olur da bütün yerlərdə. Aydın oldu. Ona görə millət, mən də ən böyük problemlərdən burada biri olur ki, görün burada ən çox təkrarlanan ekranda nəyi görürsünüz? Ekrana bax da, mənə bax, ora. Root indi yazmalıyıq da. Ay Allah. Yaxşı demədilər, A hərfi görürük orada, 5 dənə nə bilim mən. Ay, onun adı nədir? Counter data nədir? Gör nəyə oxuyursan buradan, bax. Zınıtı data.
Və hər yerdə Allahın verdiyi hər rootda cınıtı data, cınıtı data, cınıtı data, cınıtı data, cınıtı data ötürmüşük. Çünki niyə bizə lazım? Hələ məsəl üçün admin yazası deyiləm. Admin paneldə nə olacaq ki? Admin paneldəki table'da nə çıxmalıdır bizdə? Yenə counter data çıxmalı deyil. Plus ora da ötürməliyəm. Getdim bunun içinə ki, hə, bomba kimi burada counter data var da. Bunun içində title var. Bunun içində random kart var. Burada cınıtı data getməlidir. Tamam. Və bu necə deyim, artıq bir problemə çevrilir bizdə. Nə problemlə çevrilir? Bizdə məsəl üçün sayt genişləndikdə, böyüdükcə random kartın içinə gedirsən və yaxud kartın içinə gedirsən, buradan da hər hansısa bir şey gedir, buradan da hər hansısa iç çox olur. Bizdə o problem yaranır ki, və məsəl üçün sən ortada gedək bir dənə adı nə idi? Buradan draw.io idi, nə idi? Belə babat bir şey tapmışdım. Şey eləmək üçün, sartcat çəkmək üçün. Açılsa, paint açacağım bax, yenə həmişəki kimi. Please ensure JavaScript is enabled. JavaScript not enabled. Bura keç. Burada da starta bassan yenə həmin sayt atır. Görsən nə güzel şey yazdım. Hə. Deməli, bizdə React-da məsəl üçün bu var, bu da. Məsəl üçün bu var. Tamam, bu bizdə nədir? Tutaq ki, app-dir da. Bunun altında bir dənə var, bir dənə var, 2-3 dənə ver bura bizə, əməlli başlı. Tamam. Yenə həmişə kimi bunlar. Bizdə o problem yaranır ki, məsəl üçün səndə hər hansısa bir məsəl üçün burada data varsa, datanı yaratmısan burada. Çünki hər yerdə sənə lazım olacaq. Sənin burada belə bir datan var. Balaca şəkildə duran. Burada bir dənə datan var. Bu datanı sən prinsip məsəl üçün bundan bura, bundan bura, bundan bura, bundan bura ötürürsənsə, əgər bu komponentdə lazımdırsa, heç çox vaxt sənə məsəl üçün bu komponentdə data lazım olmur. Sadəcə propsla qəbul edirsən, sırf qəbul edirsən, ötürürsən o birsin. Heç baxırsan ki, mən niyə bunu buradan qəbul edirəm, başa çalmırsan. Çünki niyə lazım olmur. Və React-da bizdə məsəl üçün biri buradadsa, biri buradadsa, yəni prinsipi yenə biz burada yaratmalıyıq ki, onun ikisinə də ötürə bilək. Prinsipi səndə elə bir şey olanda, sən yəni burada olan, bax, tutaq ki, burada bir dənə bizdə şey var da, komponent var. Bundan buna gedir, nə bilim, bundan da buna bağlanır. Burada olan komponentə görə bununla bunun hər hansısa bir əlaqəsi var ki, bizim şeydəki kimi, məsələn, sidebarımızdakı kimi də, biri headerdadır, biri nə bilim, mailin içində. Sən burada yaratmalısan ki, buradan bura getsin, buradan bura gəlsin. Yaxşı, bunun React-da bir şeyi yoxdur mu, həlli yoxdur mu? Var, millət. Onun da adı nədir? Kontekstdir. Tamam. Bizdə belə bir konteksim necə? Yaxşı, konteksim necə hamısını ötürür? Konteksimin hamısını ötürə bilmə səbəbi odur ki, bizdə React-da kontekst yaradanda bu kontekst bütün komponentlərin xaricində yaranır, millət. Tamam. Bu konteksti bütün komponentlərin xaricində yaradırıq və ürəyimiz istədiyi yerə. Artıq məsələn, app-də istifadə eləmək istəmirsən, app-ə buradan bağlayırsan. Daha doğrusu belə yox, tam tərsinə. Buradan app-dən ora bağlayırsan. Başa düşdün? Məsəl üçün, burada məsəl üçün sənin bir dənə kart detail səhifən var da, detail komponentin var. Sən burada datanı istifadə eləmirsən, artıq kontekstdə saxlayırsan axı datanı. Birbaşa olaraq buradan düz bura müraciət edə bilirsən. Hə? Ay solla, yəni elə bil sizdə hər şeydən xaric bir yerdə saxlanılır bir, yekə bir market. Sən o marketdən ürəyin istənilən şeyi ala bilirsən istənilən yerdən. Yəni o qədər böyükdür ki, hər yerdən əlin çatır. Aydın oldu. Yaxşı, bunu yazmaq üçün nə edirik? Tamam. İndi məsəl üçün bizdə data var. Datamız bizdə harda məplənir? Və burada. App'in içində. Düzdürmü? İndi sən burada birinci olaraq gedib deyirsən ki, mən də olacaq kontekst papkası. Bax, özünün belə qəşəng logosu var. Tamam. İndi bunun içində sən bir dənə getdənə ki, bu mənim olacaq country konteksim, data konteksim. Bizdə indi əlavə bir məsəl üçün pizza saytı kimi deyil da, papadiyas yoxdur, pizza yoxdur, içkilər zad yoxdur. Bir dənə kontekst hal-hazırda bizə pulunu yola verə bilir. Ona görə bir dənə data
kontekst yaradıram və bunu C6-yə təyin edirəm. Ondan sonra həmişə kimi RFC, RAFC, ürəviz nə istəyir? Gedirsən, yazırsan bura. Aydın oldu. Və artıq sən datava bir dəfə burada sorğu atasan. Tamam. Və burada saxlayasan onu. Bunun üçün də bir nə etməlisən? Kontekst yaratmalısan. Tamam. Ən birinci olaraq datama mən harda sorğu atırdım? Bax burada appdə, düzdürmü? Bu appdən bunu götürərəm. Belə hamısını bax country datalım atalım. Bax bunu götürərəm. Birbaşa olaraq kontekstimin içinə gələrəm. Gələrəm bunu burada təyin eləyərəm. Tamamilə. Bunu eləyəndən sonra 100% use state'i import eləyin, use effekti import eləyin. Şurada yəni bunun işləməyində hər hansı bir problem yaranacaq. Bir dənə konsol loqa gedib versən ki, nə bilim, country data, yenə country datan görsənəcək sənin ekranda. Problem yaranmayacaq. Amma hal-hazırda biz şeyin içində çağırmamışıq da. Bir dənə məsəl üçün bura deyək ki, konsolda country data. İndi burada baxsaz, burada çıxmayacaq. Niyə? Çünki hər hansısa bir komponent çağırılmayıb burada. Amma ki, bunu gedib hardasa çağırsaz, məsəl üçün elə app'in içində gedək deyək ki, data konteksti çağıraq. Heç rootlardan da qıraq da çağıra bilərik. Gələ bax, burada deyək ki, data konteksti. Görək qışqırmasam, baxın. Görək nə şəkildə görsən. Bax. Hardan gəlir? Data kontekstdən. Tamam. Bizim bir dənə eləməli olduğumuz şey hal-hazırda bu şəkildə komponentim var. O komponentimdən bütün komponentlərimə datanı ötürməkdir. Tamam. İndi biz nə etməliyik? Biz bir dənə kontekst yaratmalıyıq millət. Konteksti yaradanda biz bunu hər yerə ötürəcəyik deyə kontekst yaradılmalıdır mənim functionımın içərisində yoxsa çölündə. Çünki hara ötürüləcək? Hər yerə ötürüləcək. Hər yerə ötürüləcəksə tamam, bu çöldə yaradılmalıdır. Mən bir dənə gedib deyirəm ki, const burada, məsəl üçün deyərsən ki, mənim country datam. Tamam. Country datam, buna bir dənə deyirsən ki, create context. Yazanda baxın, burada böyük bir şey çıxır. İndi bunun başa düşəsiniz, nədir, nə deyil. Bizdə kontekst istifadə eləmək üçün əsas 2 dənə istifadə elədiyimiz metod var. 2 dənə kontekst metodu. 1. Create context. 2. Use context. 1. Konteksti yaratmaq. 2. Konteksti istifadə etmək. Bu qədər sadədir. Yəni ki, burada sən birbaşa olaraq konteksti mötərizə qoyub yaradırsan. Default value verməyimizə çox da ehtiyac yox. Və sən burada country data adında kontekstin yaranır. Aid oldu. Ondan sonra o konteksti istifadə edirsən. Bildiniz necə? Ondan sonra millət bunu mütləq şəkildə bir dənə export eləməlisiniz ki, yəni bu artıq buradan nə olsun? Çölə çıxa bilsin bizim istifadəmiz üçün. Aydın oldu. Və artıq burada bizim millət indi burada biz millət belə bir şey deyim. Məsəl üçün bizdə route məntiqi necə idi? Route'u biz bütün React komponentlərimizdə istifadə edirdik, düzdürmü? Ona görə ən birinci yazdığımız kod nə idi route'da? Routes'dan nə? Browser nə? Arxası olsa bildiyin şeydir də. Browser deyib router'ı bilmir. Browser router, düzdürmü? Browser router bizdə nə edirdi? Bütün komponentlərimizi qucaqlayırdı. O belə qucaqlayırdı, konkret. Yəni o nə deməkdir? Yəni bax, burada gəlsən bir də main içindən baxsan. Yəni ki, mən bunu bütün komponentlərimdə istifadə eləyəcəm. Tamam. Browser router gəlir, API deyir ki, səni qucaqladım. Tamam. Yəni səni qucaqladım, prinsip sənin komponentləri də qucaqladım. Artıq sən içində mən router istifadə edə biləcəm. Eyni məntiq sizcə kontekstə keçməzmi? Tamam. Kontekstsiz istifadə eləməyimiz üçün, yəni bizim bu bütün hər yerdə istifadə eləməyimiz üçün biz bunu sarmalamalıyıq. Düzdür? Yəni ki, bizim bütün komponentlərimiz bu data kontekstin, bizdə bax, bu data kontekstin child'ı olmalıdır. Aydın oldu? Yəni prinsipi mən gedib burada main içində deməliyəm ki, bayaq yadınızda da çağırmışdım.
Deməliyəm ki, indi bu belə, sən də belə. Aydın oldu? Tamam. Yəni bu bütün elementlərimiz bu komponentin child elementi ilə deyə bilərik. Bildiniz necə? Və bura child elementi gəlirsə, biz onun children'ını buradan tuta bilirik. İndi deyəsiniz hansı şəkildə? Bax, mən hər hansısa bir şey bura gəlib yazsam ki, tutaq ki, burada mənə hər hansısa bir arqument gəlir. Konsol loqa mən arqumentimi versən, hər bir komponentin millət bu şəkildə siz hər bir komponentin bax nə çıxdı? Data context G6 aldı. Artıq sən bütün komponentləri sarmalamısan deyə birbaşa olaraq ekrana çıxır. Artıq əlavə bir yerdə çağırmaya ehtiyac yoxdur. Birbaşa olaraq appdən də çöldə çağırmışıq biz onu. Mainin içində app onun arasındadır. Nə çıxır bura? Baxın. Data context G6-dan nə çıxır? Obyekt çıxır. İçindəki key nədir? Children. Tamam. Bizdə bundan da başa bax, .props var burada. Props'un children, type var, nəm store var, nəm nə desəz var, key var. Bizdə gördüyünüz kimi bizdən istənilən komponentin içindən buradan gələn arqumenti götürsəz, görərsiniz ki, onun içində prop saxlanılır, onun içində children saxlanılır, onun içində key saxlanılır. Aydın oldu. Bizə lazım olan burada children'dır. Tamam. Biz buradan argument nöqtəyə children yazmalıyıq da onu götürmək üçün, düzdürmü? Bu şəkildə. Tamam. Bu şəkildə yazanda bunun children'ları görünür. Bunun arasını oxuya bilməyəsiniz, amma onun children'ları bizdə nədir? Burada mainin arasında olan app. Aydın oldu. Onun children'ları bizdə görünür. Amma biz bunu şey yazmarıq da. Burada nə qədər şey var ya. Yox. Tamam. Biz bu children'ı argument.children yazmaqda birbaşa olaraq nə yazaram buradan? Necə də strukturlaşdıraram? İçində children key'i saxlamır. Nə yazaram? Yəni birbaşa olaraq buradan götürə bilərəm belə. Düzdürmü? Tamam. Bunu buradan götürəndən sonra biz bunu gəlib salmalıyıq kontekstimizin arasına. Bizim kontekstimiz nədir? Country data. Gəlib sən burada deməlisən ki, mənim country datam var. Tamam. Və bunun birinci olaraq gəlin salaq. Və bunu gəldin children'ı saldın arasına. Bu deməkdir ki, artıq sənin o bütün child komponentlərin gəlir düşür nəyin arasına? Sənin kontekstin arasına. Aydın oldu. Bu kontekstin arasına bunu salandan sonra bununla artıq datanı ötürməliyəm. Düzdürmü? Ötürməliyəmmi datanı? Bunun nöqtə nəyi var görün? Ötürən sizə hansı olar buradan? Təmin etmək. Təmin etmək. Provide. Provider. Tamam. Çox üzrlü sayın. Hə. Aydın. Bunun ötürmək üçün, bizim datamızı ötürmək üçün nəyi var bunun? Nöqtə provider. Tamam, gördünüz, bunun provider. Bu artıq bunu ötürəcək. Bu provider'ın içində bizdə bu datanı ötürmək üçün saxlanılır bizdə burada value. Tamam. Bu value'nun içində siz ötürə bilirsiniz nəyi? Biz nəyi ötürməliyik? Datam hansıdır? Hansı datam? Datanı orada saxlamışam. Dəlidirlər. Hə? Nədir? Hardasın? Data context. Data context hanı? Data context hanı? Data context yox. Bu, hə, bu data context bu şeydir, komponent deyil millət. Bizdə country datadır. Harda state saxlamırıq datanı. Budur da. Biz bura nəyi verməliyik gəlib? Deməliyik ki, generate data. Aydın oldu. Yəni mən artıq provider'ımdan çıxardıram datanı. Hə? Uşaqlar göndərik elə oyunu. Sərdən olsa children izah eləyirəm. Bax,
Children komponent çıxmalıdır, loqa nə çıxmalıdır? Bax, sən bu data kontekstin childrenlardır bunlar. Data kontekstin childrenları, gəl bax gör main içində nədir data kontekstin childrenı? Nədir data kontekstin childrenı? Bütün komponentlərin prinsipi. Başa düşdün? Yəni o children'da bütün komponentləri də gəlib salırsan country data provider'ın arasına. Yəni ki, context provider'ın arasına ki, bütün datanı ötürə biləsən, bütün komponentləri və. Aydın oldu? Yəni 100%. Mən sizə göstərmədim ki, sizə buradan ona görə göstərdim da ki, hər şeyin içində adı nə idi? Hər komponentin, arqumentinin gələn propsunun içində nə saxlanır göstərdim. Children deyə bir key saxlanır, property saxlanır. Onun içində saxlanılır onun childrenları. Yəni ona görə ad olaraq children yazmalısan bura. Rəşid daha keçən dəfə kimi Rəşid zad yazanmarıq bura. Başa düşdünüz? Yəni sırf children olmalıdır. Sən uşaq demirəm, biraz yəni. Bunu ötürəndən sonra bizdə create elədik, ötürdük. Nə qaldı? Bunu işlətmək qaldı, düzdürmü? Bir dənə gəlib buradan deyərsən ki, bunu artıq istifadə eləməyəcəm. Tamam. Bunu istifadə eləməyəcəm. Buradan bunları istifadə eləməyəcəm. Tamam. Buradan bir dənə mən gəlib deyirəm ki, counter-da, set counter-da ötürmüşük hardasa. Gəlib baxırsan ki, buradan zibili çıxdı, ürəyə getdi da. İndi gəlib burada deyirsən ki, const cnt data istifadə eləməliyik, düzdürmü? Cnt data. Nə? Context. Bir create context, 2 use context. Use context. Kontekstimizin adı nə idi? Create elədiyimiz kontekstdən də baxın. Bu qatışdırmayın. Bu komponentin adıdır. Komponentin çartlarıdır. Bax, country datadır kontekstimizin adı. Bax, country datadır. Yəni, create nə eləmişiksə onu da işlətməliyik. Gedib buradan gəlib deyirsən ki, nə? Bax, götürə bilsən. Çünki niyə? O biz tərəfdən export eləmişsən. Aydın oldu. Tamam. Bunu gəlib götürürsən. Şu. Bax, getdi. Use effect, move effect, çart, sud. Yəni, canımız qurtardı. Nə kimi üstünlük oldu və sən silməyə başlayasan da bunu. Bunun işi silmək üçün görəviz olacaq. Yəni artıq səndə harda lazımdır counter data? Harda lazımdır? Root layoutun içinə gedir, oradan header'ın içinə gedir. Biz harda istifadə edirik? Gəl baxaq da. Bax root layoutun içində. Burada header'ın içində. Bax sırf bura ötürmüşük ki, buradan bura ötürək. Görsən bunu? Bax indi header'ın içində nə istifadə edirik biz burada? Cnt data. Sən bir dənə gəlib bura deyərsən ki, const data, cnt data ürəyin nəsi fərqi? Const cnt data bərabərdir use context. Nə? Country data. Country data. Bunu dedin ya Allah, rədd ol. Şu, getdin, buradan sildin. Buradan sildin. Neynədim? Buradan sildim. Buradan sildim. Ondan sonra app'dən getdin. Buradan sildin. Ondan sonra gedib baxırsan ki, refresh verirsən ki, heç bir errorun yoxdur. Datan da burada işləyir. Aydın oldu. Tamam. Artıq səndə heç bir ehtiyac qalmır props ötürməyə. Necədir millət? Gözəldir, qəşəngdir. Nə deyir? Valəni varsan? Dur, mən su gətirdim bir dənə. Olar. Nə? React-da o öz kefinə baxır. Tamam. Amma ki, səndən sonra istifadə edən ay aman, buna developer deyib söyə bilər. Ki, yəni, hər şeyi soxmusan bir şeyin içinə, it yiyəsini tanımır komponentdə, başa düşdün. Bilsən səndə məntiqi olan nədir? Bunu yazmısansa open kartı gedib də ayrı şeyə ayırmayı, o da konkret, o da başqa xiyarlıqdır. Tamam. O qədər eləmə.
Amma məsəl üçün open kartın bu boyda məsəl üçün bu varsa, hə, onu gedib ayrı komponentdə yazarsan da. Yəni burada yəni bu varsa bunu soxmazsan da mainin içinə. Və yaxud bunu soxmazsan mainin içinə. Amma yəni bunu soxursansa mainin içinə, bunun rəşd inputu orada olmaz. Yəni rəşd inputunu tutub ayrı yerdə yazmazsan, onu heç olmasın. Yəni məntiqə sizin əslində düşüncənizə, zövqünüzə baxır. Amma ki sizin düşüncəniz, zövqünüz də biraz məntiqli olmalı da, qardaş ki, nəyə ayırım, nəyə ayırmayım. Aydın oldu? Özünə məsələn çox əziyyət verəcək şeyləri ayırma. Məsələn bir dənə şeyi ayırarsan, tutaq ki, sırf onu ayırarsan deyib 5 dənə prop götürməlisən ondan. Hə, onda qoy ayırma, qalsın. Çünki daha da qəlizləşdirmiş olursan. Sənə lazımdır ki, girən məsəl üçün istifadəçi ikinci UI-yı qəşəng görsün, rahat görsün. Tamam. Necədir? Bomba, bax bundan sonrasını sizə tapşırıram, qəşəng gözəl şəkildə. Allah razı olsun. Hə? Hə. Mən necə silmişəmsə, hə, başlayasınız maindən, gedəsiniz mainə, burada qıcıntı datazad gəlir. Təyin eləyəsiniz, siləsiniz, təyin eləyəsiniz, siləsiniz və s. və ilaxır. Tamam. Qıcıntı datanı buradan götürmürsən, buradan da yenə deyərsən ki, nə? Const. Və bunu hətta şey kimi də ötürə bilərsiniz. Yaxşı, onu baş salmayayım. Çox başınızı qarışdırmayayım. Bunu şeydə deyə bilərsiniz. Yenə bir də yazıram. Cınıtı data. Cınıtı data demək məcburiyyətində deyilsiniz ha millət. Prosto yəni burada biz cınıtı datazad yazmışıq deyə, yəni qışqırmasın deyə ondan eləyirik da ki, yəni eyni qaydada deyansın. Yenə nə deyirsən? Deyin. Yes. Mənə dağıdırsın. Ayrı cürə. Ondan sonra gedirsən bir dənə də maindən. O boyda mainin country datasını yox, maini də yığışdırdıq biz. Hə. Sildin. Görürsən ki, işləmir. Yox, işləyir. Tamam. Gördünüz, işləyir. Əla, super. Hətta indi bunu biraz da təkmilləşdirəcəm belə. Təkmilləşdirəcəm necə? Mən artıq girişim təzə temalara. Axios keçmişsiniz. Axios. Deməli, nə? Onda Axiosun başını buraxaq normal fetchlə məsələn. Hə. Mən məsəl üçün bunun da burada olmağını istəmirəm. Belə normalni görsənmir də, başa düşdünüz? Ondan qabaq. Hə. Heç yəni bunu da burada. Nəyi? Hə. Mən bunu məsəl üçün Zenin bax bu şəkildə keçini də tuta bilərsiniz. Bu da normal üsuldur. Və burada 2 dənə də əlavə dəyər saxlayın həmişə. Error, set error adında. Və burada da saxlayın, yox, loader, set loader adında. Bu yaxşı üsuldur. Və errorda həmişə səndə errorun olmayanda error nə olur? Heç nə olmur da, burada null olur. Amma loaderunu true saxlamalısan. İndi deyəcəm niyə. Və buradan bir dənə catch verin. Catch həmişə neynəsin? Buradan erroru götürsün. Özüm error adı ilə tuturam. Ürəyiniz. Burada rəşd yaza bilərsiniz. Yaxşı. Burada yaza bilərsiniz ki, set, nə? Error. Artıq millət daha real struktura keçirəm. Yaxşı. Basic-ni sizə göstərdim, necə yazılır. Nisbətən reallaşdırıram hal-hazırda. Və burada yazdınız error, set error. Bu həmişə sizdə catch-də hansısa bir error olsa, atır onu avtomatik olaraq onun içinə. Aydın oldu. Catch-in hətta buradan error.promoy olaraq mesajını da ata bilərsiniz. Tamam. Error at, error varsa error mesaj at. Bu şəkildə ürəyiniz nə istəyir? Və yaxud yoxdursa və ya. Ya da tam tərsinə. Ya da error mesaj varsa error mesajı at. Yoxdursa at ki, fetchdə xəta baş verdi. Tamam, error içinə. Aydın oldu. Error mesaj varsa onu atırsan, yoxsa bunu atırsan. Kəsə girsən. Bir dənə də bizdə bunun metodu var idi. Nə idi? Final. Final nə edir? Demişdim. File adından məlum oldu. Var oradan oxuyun. Hə, var oradan oxuyun. Gör nə deyir? Orada da tülür yalandan həmişə çox bir şey başa düşmür adam. Bulqeys oxuyur. Başa düşdün Bulqeys?
Attached callback is invoked when the prompt is settled. Fulfilled or rejected. The resolved value cannot be modified from the callback. Nə deyir? Deyir ki, a promise for the completion of the callback. Bax, bir dənə bunu oxusaz bəs eləyir. Heç axırda yazılanı oxuyanda bəs eləyir. Bax bunu. Tamam. Bir də bunu. Bax, fulfilled or rejected. Fulfilled və yaxud rejected. Bizim promise-dən neçədən üsulumuz var? Onu da demişdim. 3 say. Fulfilled 1. Pending 2. Reject. Hə, deməli nədir? Fulfilled, pending, bir də heç nə yoxdur. Tamam? 3 dənə. Millət, bizdə o 3 dənə nə gəlirsə, gəlməyindən asılı olmayaraq, o 3 əməliyyatını qurtardıqdan sonra əslində heç vaxt pendingdə qalmır da. Pending ya fulfilled-da keçir, ya da reject-də keçir. Tamam? O ya fulfilled-da ya da reject-də keçəndən sonra həmişə axırıncı mərhələ olaraq final işləyir. Aydın oldu? Yəni səndə error və yaxud data gəlməyindən asılı olmayaraq, axırda bu final işləyəcək. Mən də final işləyəndə qayıdıb deyəcəm ki, hamı çox qəlbə bax. Başa düşdünüz bunu? Başa düşməmişsiniz hələ. İndi biz siz nə edəcəksiniz? Bax, indi mən biz siz bunu niyə elədim? Bizdə hər hansısa bir loader'ın görsənməyini istəyirəm ekranda məndə data gələndə. Aydın oldu? Hə, data hələ gəlməyibsə, loader görsənsin. Aydın oldu? Data gəlibsə, loader görsənməsin. Bu finalda məndə datamın gələndə loader false eləyir, error alanda yenə loader false eləyir. Tamam. Artıq error varsa yönləndirəcək səni error səhifəsinə loader'dan sonra. Yox, data gəlirsə yönləndirəcək dataya, loader'dan sonra. Ona görə loader'ı ən axırda true idi burada initial olaraq. False edirəm. Aydın oldu. Amma bunu işlətməliyəm axı. Bunu sadəcə yazmışam. İndi gedib işlətməliyəm. Hansı şəkildə işlətməliyəm? Buradan value-nu ötürəndə tək bunu ötürmək şey deyil. Yəni buradan error da ötürə bilirsiniz eyni qaydada. Və buradan loader da ötürə bilirsiniz. Amma gəlib görəsiniz ki, bu qışqırır. Yaxşı, özünü parçalayır, şüvənli edir. Bir dənə bunu obyektin içinə atmaq lazımdır. Tamam. Əgər sizə belə narahatdırsa, birbaşa olaraq burada const obyekt təyin eləyib, belə daha belə sərgəli olsun deyə. Burada deyə bilərsiniz ki, məndə counter data var, error var, bir də loader var və bunu buradan birbaşa olaraq belə də ötürə bilərsiniz. Aydın oldu. Və indi gedib baxarsınız ki, ekranda heç nə çıxmayıb səndə. Errorum var. Tamam. Bu niyə olur? Çünki mən artıq bunun içindən 3 dənə şey ötürürəm. Gedirəm burada app'in içində bir dənə şey tuturam. Tamam. Artıq bunun içində counter data.counter. Sən gələn nöqtə counter data olmalıdır. Nə qəbul edirsənsə. Bax bir dənə sizdə, bax bunu bir dənə, bu rootların bir dənə hamısını atsaz şeyə, yəni errorlar getsə, nəsə var indi bizdə? Yox. Bir dənə buradan console loga sənə gələn hal-hazırda ki, counter datanı versə, sizdə nə çıxacaq? Bir dənə obyekt çıxacaq. İçində 3 dənə şey, bir counter data, bir error, bir loader. Düzdürmü? Yəni biz buradan artıq bunu qəbul edəndə belə qəbul edərik. Bizə counter data gəlir, error gəlir, bir də loader gəlir. Tamam? Bu da məntiqlidir. Əgər sən errorla loaderın burada lazım deyilsə, burada bir dənə counter datanı saxla. Amma ki, yenə destrukturlaşdır. Başa düşdünüz temanı. İndi məsəl üçün bunu buradan götürdüm, bunu buradan verdim. İndi əsas elementim olacaq, amma ki buradan içərisində yenə burada mən ziblini çıxartmışam axı. Header-meader'da yenə bu counter datanı bu şəkildə istifadə eləməliyəm. Ondan sonra main-də yenə mən counter datanı bu şəkildə yox. Bu. Yenə bu şəkildə istifadə eləməliyəm. Hə. Gəldimi? Düzəldi? Tema. Düzəldi. Hal-hazırda mənim dediyim nədir? İndi sən bura main-də lazım olacaq artıq bizə error loader. Olacaqmı? Bir dənə gəl bura denən error. Bir dənə də gəl bura denən loader. Bax, məndə zaten error səhifəsi qaytarmağa şey var idi. Düzdürmü? Mən deyə bilərəm ki, məsəl üçün, bunlar gəlsə və yaxud məndə error gəlsə, error olsa, çünki error statik olaraq data kontekstdə nulldur, tamam.
Əgər errorum catch-də çıxsa, bunun içinə birbaşa olaraq error mesaj tullayır. Yəni prinsip olaraq içində nəsə varsa true olur. Tamam. Onda erroru verir. Tamam. O sənə error səhifəsini çıxardacaq. Bizim zaten error səhifəsinə getməyi bilirik. Tamam. Bir də ki, bu main-də buradan qabaq gəlib deyə bilirik ki, hal-hazırda konsol logları buradan silək. Gəlib deyirəm ki, bundan qabaq, errordan da qabaq, if məndə loaderım true-dursa, mənə get tutaq ki, döndür ki, loading. Üçünə. Tamam. İndi onu harda görəsiniz bilmirəm, çox da görəsiniz, görmür. Nə? Siz bunu görmək üçün babat bir dənə oyamam. Baxın, burada olanda gələrmi, gəlmir. Maraqlısı bu olar ki, biz buradan bu ikisini götürüb burada bunun yerində çıxsa, onda görə bilərik loaderımız. Hə, bizim strukturumuz üçün tam uyğun deyil hal-hazırda loader. Çünki biz onsuz da səhifəni açanda birinci buranı göstəririk, cəmaatı halladırıq, bura açılana qədər burada baş qatırlar. Bunlar burada bunu oxuyana qədər biz orada datanı gətiririk ki, qəqəş gəldi. Bunu bir dənə yığışdırsaq, bəlkə loaderımızı görə bilərik. Hanı bizdə main-də? Bunları bir dənə neyniyək? Belə eləyək, millət. Baxaq görək. Gəlir ən azsa bir şey, mən görmürəm. Gəl bir dənə bura şey verək da, bir dənə bura div eləyək, indilik, loading eləyək, class name müəyyən qədər background verək ki, tutaq ki, belə absurd bir background verək, görünsün. Tamam. Haş eləyək, screen eləyək, tutaq ki, tamam. Yox, heç nə görmür hal-hazırda, baxaq. Loaderım, nə demişəm mən? Millət, görsünüz başımız satmır ha, ağıl yoxdur ha. Yəni 100% yəni return deməlisən də bura. Gördünüz? Amma ki, yəni bunu verməzsiniz də bura. Adam kimi bir asıl mambadan zaddan gedib əllə də yazmazsınız da. Loader. Olmaz. Yaxşı. Loading imiş, görək nəymiş adı? Loading imiş. Asıl. Deyib bundan. Gedərsiniz bir dənə bundan götürərsiniz. Tamam. Nə? O şey loadingidir. Onu da siz yazarsınız. Ona xotum yox. Ondan 16 dənə ekrana zat çıxartmalısan. İndi fora sal, ondan 16 dənə çıxart ekranı, o sizin işinizdir. Buradan bir dənə komponentlərə, bir dənə loading komponenti girib salaram mı? Loading.csx hırf C. Tamam. Bura bir dənə. Bizdə də onu ver ekran. Hələ işləmir. Məndə hələ də işləmir. Son günümdəki gün istəyir məndə normal işləyir. İndi düzəldi məndə. Allah. Məndə bağladım. Neçə müddətdir belədir? Deyəcək dərsin başında. Yox, təzə oldu elə. Loader yazandı. Tamam, məlim. İndi yaxşıdır hər şey. Normaldır. İndi düzəldi. Tamam. İndi keçirik loader yazmağa. Loader'ı şey eləyirik. Bax, buradan yazırıq, burada qoyuruq rıfc. Tamam. Bunu qoyduq bura. Şey eləmədi. Sən baxmırlar ki. Hardadır loader'ımız? Tamam. Gedək bunu yapışdaq. Qalmışdı. Tamam, buradadır. Bir dənə bunu buradan bunu da salaram bir divin içinə. Müəyyən bir hash screen olar. Flex
justify center items center olar. Ondan sonra burada artıq maində nəyi return edərsən? Bunu silib yerine nə? Loading. Yəni artıq bunu eləyəndən sonra get datamdan refresh elə. Hop. Gördünüz mü? Yəni hal-hazırda gözəl şəkildə, qəşəng şəkildə işləyir. Yəni background-unuz adında özünüz təyin edə bilirsiniz. Onda çox bir problem yoxdur deyə düşünürəm. Bax bunun adı bir dənə gəlib buna bundan verirsiniz. Bir dənə bundan verirsiniz. Bu kimi gözəl şəkildə, qəşəng şəkildə dayanır loadingimiz. Bundan əlavə bir dənə də mən üzrü saya bilərsiniz. Bundan əlavə, millət, mən heç istəmirəm ki, datam, məsəl üçün, burada görünsün. Bu xoşuma gəlmir, aydın oldu. Mən adətən bunları harada yazırdım? Get əməliyyatlarını və s. Hər hansısa bir, məsələn, şeydə harada yazırıq? Vanillada nə inirdik? Harada yazırdıq? CRUD əməliyyatlarımızı. Sağ ol. Hər hansısa bir servis papkamızda yazırdıq. Yəni ki, gəldi sən ki. Config, nə saçırdıq? İndi nə açırıq burada? Bir dənə servis. Servisin içində də bir dənə servis fayl olurdu. Yəni, nə bilim, dataların servisi da, səndə country data. Country services, tamam, nöqtə. JS faylı da, bunu artıq JS faylı eləməyə ehtiyac yoxdur. Burada sadəcə biz funksiyaları yazacaq, düzdürmü? Burada tutaq ki, bizdə bir dənə, gəlin bunun servisini yazaq. Necə yazırdıq onun servisini? Yadınızda qalıb. Bax, bunun fetchini, tamam. Bunun fetchini götürdüm. Necə yazırıq, deyin. Const ya da function olaraq da, ya function, get all zone trees, tutaq ki. Nə edirəm? Birinci, hansı bloklar açırıq? Yes. Bir dənə try blok açıram. Bir dənə altından catch blok açıram. Bu catch blokumda 100% ki, errorunu götürürəm. Tamam. Burada gəlib deyirəm ki, nə? Ən birinci. Const məndə response gələcək və yaxud data gələcək, ürəyiz nə istəyir. Response gələcək. Mənə qaydan responsum. Yazırdıq nə? Res. Bura nə yazıram? Fetch elədik. Bizə nə lazımdır bundan əlavə? Biz bax, hal-hazırda şeylə yazmırıq, amillər. Fetchlə zenlə yazmırıq. Zenlə yazmırıqsa bizə nə lazımdır? Sol, bunu senxronlaşdırmaq lazım. Çünki yəni biz burada artıq nə edəcəyik? Məsəl üçün bir dənə JData və s. olmalıdır bizdə burada. Nə etməlidir bu? Res.json. Görürsünüz, JSON metodu belə çıxmır. Niyə? Yəni sən bu müəyyən bir vaxt tələb edən əməliyyatdır. Bunu gözləməlisən. Bura yazmalısan ki, async, bura yazmalısan ki, nə? Evet. Ondan sonra bunu gəlib buradan eləyəndə, nə? Res nöqtəyə basanda çıxır JSON. Gördün? Yəni, ondan əlaqədardır. Yəni, buradan JSON artıq götürə bilirsən. Və bu JSON-un əslində çönməsi də özü müəyyən qədər bir vaxt tələb edir. Buna da prinsipi await tullamalısan və artıq burada nəyi return eləməlisən? Datanı və yaxud heç bura məsəl üçün data qoyarsınız. Return datanı. Amma biz burada bu şəkildə yazmırdıq da. Bundan əlavə nəyi yoxluyurduq? If, əgər bizdə res.ok bizdə res.ok nə gəlirdi? Əgər əməliyyatımız uğurlu gedibsə, 200 qayıdıbsa bizə, 200 nədir? 200-dən 200-ə qədər. Bizdə true'nun success'in kod statusu. Düzdürmü? 400'lər nə idi bizdə? Nə errorları? Yaxşı, 500'lər nə idi? 500 server error, asıl. Əgər bizdə res.ok'imiz false gəlibsə, biz burada nə deyirdik? Yadınızda? True new error yadınızda? Bu şəkildə, true new error. Gəlib bura deyirsən ki, məndə tutaq ki, fetch əməliyyatımda xəta baş verdi. Tamam.
Bu artıq biz bura surunu yazırıq da, düzdürmü? Nə? Nə yazırdıq? Nə ala? Suyla başlayır. Biraz da belə şey ver. Yəni burada yenə burada suru ilə yaza bilərsiniz, bura konsola da verə bilərsiniz ki, hə, konsolun erroruna get çıxart ki, nə bilim nə, error. Tamam. Nöqtə, message. Tamam. Bu şəkildə edə bilərik. Başqa nə deyirsən? Bu şəkildə normaldır da, belə baxam mən. Hər hansısa bir şey çıxartmaya bilmirəm. Ola bilər bəlkə əlavə nəsə çıxardırdıq, amma bu şəkildə normaldır. Return data. İndi bizə bu qayda. Mən istəyirəm ki, artıq buradan götürüm da. Buradan get all countries çağıranda. Nə? Nəyi? Nəyi? Ona bilim. Gəlin baxaq köhnə şeylərə. Görək nə deyirsiniz. Bilmirəm ki, o qədər proyekt yazmış. Pardon, tapmışsın. Baxaq görək. Script, servis. Yox, burada şey yazmışıq. Burada uzun uzadı yazmamışıq. Servis. Mən niyə alladırsınız, qardaş? Yox, heç nə yazmırdıq. Yəni, bu da, yəni başqa nə yaza bilərsən? Get də ID, hamısı bu şəkildə. Yox, burada başqa heç nə ehtiyac yoxdur, millət. Yəni, yoxdursan. Yəni, zaten səndə statusdan qaydan budur. Səndə bir dənə qaldı bunu işlətmək. Bunu da gedib deyirsən ki, səndə harda data kontekstdə artıq bunun yerinə bunu işlətməyəcəm, JSON-da işlətməyəcəm. Mən deyəcəm ki, nə məndə? Bir də bizdə bunu nə eləmək qalıb? Təbii ki. Yes. Export eləmək qalıb. Exportu gəl buradan get all countries eləyərsən. Gəlib burada deyərsən ki, get all countries işləyəcək. Mən də ondan sonra artıq Zenişdə item-içi set count-u bura şey ver, data ver. Bu şəkildə işlədərsən. İndi bir dənə yenə mən bura ekranıma baxıram ki, hər hansısa bir xətam varmı, yoxmu? Gördünüz? İşləyir gül kimi. Tamam. Hətta biraz da zibilini çıxardım mən sizin üçün. Tamam. Necədir fişo? Buranı da sadələşdirdik. Artıq sən deyəni girəndə, kontekst səhifəndə hər hansısa bir API linki görsənmir. Amma yenə JS papkanda açıq şəkildə burada API linki qalıb. Mən bunu da görünməyini istəmirəm. Biz bunu nə edirdik? Hər hansısa bir config faylı açırdıq, config-ə gedib yazırdıq. Amma yəni o config faylı JS faylı kimi açıq olacaq, son yenə nə şey oldu. Onu private eləyə bilmirsinizsə. Artıq bizdə burada environment fayllarından istifadə edə bilirik və environment faylı ən çöldə yazılır. .datenv deyə bir şey görmüş olarsınız. Tamam. Datenv. Bax bu. Bu environment faylıdır. Tamam. Burada gəlib bir dənə sən yazırsan ki, tutaq ki, bir dənə bunu götürdün. Bir dənə gəlib burada yazırsan ki, white, amma white başlığı ilə yazmalısınız millət işləmək üçün bu environment faylını. Çünki white-da yazırıq deyə. Aydın oldu. White base URL. Adətən caps lock-la yazın. Önəmli. Və bunu birləşik yazın, ayrı qoymayın. Tamam. Birləşik bu şəkildə yazın. Heç bir dırnaq da olmasın. Environment faylında dırnaq işlənmir. Sən burada şey yazmırsan, JavaScript yazmırsan, script zat. Daha da string zat. Aydın oldu. Lalə bura bax. Hamınız. Ləman görünür orada. Həla. Bunu bura yazandan sonra gəlib burada deyirsən ki, bax, bir dənə gəl buradan məndən. Gəl bura yaz ki, const məndə base URL olacaq. Tamam. Onu da import nöqtə meta nöqtə env faylından, ondan sonra da bunun adını qeyd edirsən ki, bunu mənə ver. Tamam. Ondan sonra bunu buradan götürürsən, gəlirsən bura, base URL yazırsan. Tamam. Bunu edəndən sonra da yenə baxsan ki,
bomba kimi işləyir. Hətta ürəyin istəsə gəl bunu burada konsolluqda ver ki, görün məndə Bezier nə gəlir, nə gəlmir. Nə? Real proyektlərdə belə yazır, EMV-də saxlanılır. Bax, gördünüz? Hardan gəlir? Meta EMV, white base URL. Mütləq şəkildə qabağına white yazın, yoxsa işləməyəcək. Burada. Aydın oldu. Artıq səndə servislər saxlanılır ayrı bir yerdə. Salam əleykum. Konteksin ayrı bir yerdə. Linkin, base URL-in tamam görsənməyən bir yerdə. Və sən bunu kitaba atanda burada ignore var, git ignore. Bu git ignore nəydən ötürü istifadə olunur? Kitaba atmasın deyə. Bax, burada, Aysol, burada gedib baxarsınız. Görürsünüz, bax, burada node modus var və s. var və ilaxır var. Bir dənə də bura gedib yazarsınız ki, .env və bu faylı səndə gedib kitaba push eləyəndə kitaba yükləməyəcək. Aydın oldu. Yəni artıq o fayl kitaba getməyəcək və sənin base URL-i heç kim görə bilməyəcək. Prinsipi sorğu da ata bilməyəcək. Artıq sənin privacy-ndə təmin olundu. Ondan sonra ayrı bir konteksimiz var. Konteksimizin içində həm datamız var, həm error yoxlamamız var, həm də loaderımız var. Onu gözəl şəkildə ötürə bilirik. Hətta mən sizə deyirdim ki, bir dənə şey də göstərə bilərəm. Bu country datanı, bu create konteksi buradan birbaşa function təyin edə bilərsiniz. Məsəl üçün bunun önündə. Tamam. Kim tutaq ki, use zınıtı. Ancaq bundan istifadə edərsən. Burada məsəl üçün promoy olaraq yaza bilərsən ki, return elə, mən də hər dəfə use context. Use context nə? Create context. Tamam. Bu şəkildə. Və bunu deyən zaman, sən bir dənə də bunu məsəl üçün export eləsən. Bu şəkildə. Bunu use zınıtı şəklində işlədəsən. Məsəl üçün bunu buradan götürə bilərsən artıq. Sən buralarda gedib bir dənə bunun əvəzinə hər dəfə use zınıtını işlədə bilərsən. Bu da problem yaratmayacaq. Aydın oldu. Əgər sənə əziyyət gəlirsə, hər dəfə use context yazıb, içinə kontekstin adını yazmaq əziyyət gəlirsə, tamam. O halda gedin bir dənə elə kontekstin içində şey təyin eləyin. Function təyin eləyin. O functionda use context ötürsün, create context'i. Deyib bunu. Counter datanı. Bunu yox. Counter datanı. Deyin də, səhv yazanda. Bunu. Yəni, prinsip eyni şey eləmirik. Use context'i burada işlədirik. Buradan hər yerə ötürürük. Yəni, prinsip hər yerdə də onu işlədirik. İndi bu 100% error verəcək. Gedib hər yerdə şey işlətməliyəm. Haralarda işlətmişdim? Main-in içində, nə bilim, nəyin içində, ayaman. Tamam. Main-in içində də bunu işlətməliyəm artıq. Şeyin içində də, tamam. Yəni, onu eləmək istəyirsinizsə, onu gedib dəyişin, elə istifadə edin. Çox da bir fərqi yoxdur. Amma yəni istənmişsinizsə elə burada use context-imizi saxlayın. Ondan sonra da bunu da heç ehtiyac olmasın. Bunu burada saxlayıram, sırf sizə görə. Tamam, qalsın. Burada da exportunuzu yazın. Ondan sonra bu normal şəkildə işləsin. Hər şey aydındır millət. Tamam. Sizdən istədiyim odur ki, mənim yazdığım kimi, tam olaraq mənim yazdığım kimi, mənim yazdığımdan da səliqəli qaydada. Mən burada 1 saat yarıma nə satırsa onu yazıram sizə. Mənim yazdığımdan da səliqəli qaydada gedirsiniz. Dark moddan tutmuş, dark modu biraz daha sürətli yazın, mən işim. Dark moddan tutmuş, country'dən tutmuş, servisdən tutmuş, layoutdan tutmuş, buradakı env qovluğundan tutmuş, data kontekstə tutmuş. Hamısını yazırsınız, hamısını kontekstə çöndərirsiniz. Buradakı bütün app'lərdəki bütün bu artıqları yığışdırırsınız. Tamam, cınıtı dataları yığışdırırsınız, kontekstdən istifadə edirsiniz. Amma millət, kontekstin zibilini çıxartmayın. Sizə tutaq ki, bir dənə komponent var, ondan child komponentdə bir dənə proxy gedəsidir. Sırf ona görə gedib bu şeyi kontekstə qaldırmayın. Konteksi ən az bir 5 dənə, 6 dənə komponentin istifadə eləyəcəyi şeylərdə yazın. Aydın oldu. Çünki kontekst biraz da React optimizasiyasına ziyan vuran bir şeydir. Çox da o qədər də belə babat bir şey deyil əslində. Sadəcə istifadəsi işimizi rahatlaşdırır. Yəni sizdən istəyirəm ki, bunun hamısını eləyin, üstümüzə gəlin. Mənim üstümə gəlin. Amma gələn dəfə hamısını qutarın.
Çünki 5-ci gündə polnu vaxtınız var.